Xoş gördük əziz dinləyicilər. Bu günlər səhəri Ramiz Mehdiyevin ev dustaqlığına həbsi ilə bağlı xəbərlə açdıq. Yəni Ramiz müəllim nədə günahkar olunur? Əvvəla Ramiz Mehdiyev Azərbaycanı Rusiya tərəfindən az qala 20 ildən çoxdur ki, işğal etmiş bir insandır. Bu bir. İkinci, o tək deyil. İki. Üçüncüdə ki, elə onun mənəvi atası 3 gün bundan əvvəl Putin bildirmişdi ki, Azərbaycan rus dilli ölkədir. Bəli. Bu Ramiz Mehdiyevin mənəvi atası idi və Ramiz Mehdiyev də Azərbaycan xalqını 22 ildən çoxdur ki, işğal edib və necə deyirlər, onun Azərbaycan xalqının ziyalılarını və digərlərini məhv edir. Əlbəttə o tək deyil və bu günlərə həbs olunub. Nədə həbs olunub? Hakimiyyəti güclə ələ keçirməkdir. Bəli, cənablar, düz deyirsiniz. Bu Rus trollarına qarşı bizlər vuruşanda, arif insanlar, ağıllı insanlar vuruşanda gəlirdiniz onlara söz deyirdiniz. Bax biz bunların gününü deyirdik, bəli. Ramiz Mehdiyev Azərbaycanda Rusiyanın bir nömrəli adamıdır. Nəcməddin Saduxovlarla bərabər və yüzlərlə onun kimi bolşevik insanlar təpədən dırnağa qədər Rusiya və Rus mənafeyinə, Putinin mənafeyini işləyir. Putinin bir əmri ilə Azərbaycan hökumətini də, Azərbaycan dövlətini də, Azərbaycan xalqını da qırğına verməyə hazırdır. Bu günlərə ayılmışsınız və bu günə həbs etmişsiniz. Yaxşıdır. Bəli, mən heç qəti surətdə şübhəm yoxdur ki, o Azərbaycan hökumətinin devrilməsini istəməyib. Əlbəttə ki, nəinki hökumətin devrilməsini, hətta Azərbaycan xalqının məhv edilməsini də, Putinə qarşı çıxan hər bir insanın məhv edilməsini də bütünlüklə, bütün varlığı ilə qəlbindən keçirdi. Bəli, Ramiz Mehdiyev bu günləri həbs etmişsiniz, yaxşı etmişsiniz, amma onun bütün oruq-turuğun, bütün burada Rusiyanın taxta başlığını eləyən, taxta bitliyini eləyən, hələ də bu günləri bir balaca barış yarandığı vaxtda belə Azərbaycan rus dilli ölkədir deyə qıcıq yaradan və Azərbaycan əslində hakimiyyətini təhqir edən Putinə bundan da ləyaqətli cavab vermək üçün bütün Rus başlarının, Rus taxtabaşlarının və Rusiyanın Azərbaycanın içində olan 5-ci kolonunu məhv etmək lazımdır. Təşəkkür edirəm diqqətinizə görə.